Başqasını tənqid etməyə insan niyə bu qədər həvəslidir və maraqlıdır? Bunun bir neçə psixoloji səbəbi var. İnsanların tənqidə meyilli olmasının. Onlardan birincisi ümumiyyətlə insanın özündə hiss etdiyi dəyərsizlik duyğusudur. Bu dəyərsizlik hissini insan örtbasdır etmək üçün, maskalamaq üçün tənqid üslubuna əl atır. Yəni insan elə düşünür ki, mən başqasını tənqid etməklə öz nöqsanımı görməməzlikdən gələcəm və ya başqaları mənim nöqsanımı görməyəcək. Belə hallarda insan başqalarını tənqid edən zaman özünü üstün bilməyə çalışır, üstün hesab etməyə çalışır və üstün bilir də. Onda belə bir aramlıq və rahatlıq yaranır ki, mən başqasını tənqid etdimsə, deməli mən ondan üstünəm. Deməli məndə dəyərsizlik yoxdur. Psixoloji araşdırma onu göstərir ki, ümumiyyətlə daha çox tənqidə meyil olan insanların əslində daxilində daha çox dəyərsizlik hissi yatır. Və hər zaman o dəyərsizlik hissi onları narahat edəndə qarşı tərəfi tənqid eləməklə, qarşı tərəfə özünü axıllı göstərməyə çalışmaqla, qarşı tərəfə özünü üstün göstərməyə çalışmaqla bir növ balans yaratmaq istəyir insan özündə ki, psixoloji olan o narahatlıq və gərginlik onda azalsın. Çünki dəyərsizlik hissi insanda gərginlik yaradır, insanda narahatlıq yaradır.